Deyirəm və səndə tanış ola. Mənə Nikolayın o qızıl onluqları lazımdır. Bir dənə var. Bir dənə var, mən onu qardaşcasına 1000 manata sata bilərəm. Bir dənə yox, mənə 50-60 dənə lazımdır. Neyinirsən ki onu o qədər? Qardaş uşaqları çu oynayacaqlar. Ondansa mindirdi oynasınlar. Yok, məndə bir elə pul nəzik. O nədir? Bu? Hə. Bu spisikdir da, bazarın. Olar baxım. Arvad yazıb. Dünən bazarlıq eləmişəm. Bir kamaz qardoşka. Bir lapet soğan. Hər bir hissəyə aparasan bunu, yoxsa? Evet. Sonra 2 kilo brilyant. 3 kilo qızıl. 27 metre qızıldan zəncir sep. Gör nə yazıb, ağ yazıb, yoxsa sarı. Sarı qızıldan. Həqiqatan qalım, bunu neyirsən bir belə? Bilirsən qardaş, mənim orada bağda itim var. O zənciri gümüşdəndir. İstəyirəm bu qızıldan olsun. Bax, canın üçün demirəm, canım üçün. Allahın işidir, işdi birdən o it ölüb zad eləsə, onun yerində zəncirdə oturmağa mən hazıram. Canla, başla, qaçacam o hasardan bu hasara, bu hasardan o hasara. Talete de hara desen oraya gideceğim. Sən ciddi sözündür. Canım düz değil. O ne demek ki? Onda buna it kimi hür. Hürmək nə də? Mən dişləyən adama quduzluq iğnəsi də kömək olmur. Bax. Siz başlıyorsunuz belə benim bu bıçarkalardan. Cavan Nemeski afşarka. Kulak as. Op. Yeterdi. Hoşuma gəlmədi. Onda o balaca itler var, izmanoklar. Taşok.